deyir, bəzi insanlar olar ki, xanımlar qiblələri olar. Bir mənası budur. Yəni, zikri, fikri filan günaha yetişmək olar. 5 gün orada, 4 gün burada, 3 gün orada, belə həyatın o kompos, o qoyba istiqaməti, o ora gedir. Yatanda da onu fikirləşir, duranda da onu fikirləşir, belə də yaşayır. Yaşamaq demək olarsa, yaşamır. Boş söhbətdir, yaşayır. Özünə sual verin, o günahı eləyib qutarandan sonra, bağışlayınız bu ifadələrə görə. Deyəcək ki, mənim bir ilim gör nəyə getdi. Bir ildir mən özümü öldürdüm bu məsələyə yetişim, indi başa düşdüm ki, boş şeymiş. Günahdan sonra o fitrət, vicdan qəşəng oyanıb, bilirsiniz nə üçün? Axı, günahdan qabaq nəfs oyaqdır. Oyaqdır da, fitrəti yazığın səsi eşidilmir ki. O qədər səs-küydür ki, fitrət öldürür özünü, səs eşidilmir. Qəşəng moizə edir, qulaq asan yoxdur. Necə İmam Hüseyin Kərbəlada moizə eləyirdi, fit saldılar, səs-küy saldılar. İmam Hüseynin o pak səsini, o kəlmələri eşitmirdilər. İçdə belədir də, içdə də Yezid var da. O qədər səs-küy salır ki, fitrət yazıq söz deyə bilir. Elə ki, insan o günaha çatandan sonra o əlin qolun qoyur yerə, dizlərin qoyur yerə, daha məqsədinə çatıb, onda fitrət danışanda insan eşidir. O da bilir ki, boş şey üçün yaşayıb o cavan. Sənə gəlir hərdən elə təqdir edir, onu elə şəkildə göstərir, elə şəkildə danışır. Sənində də o şəraiti yaradır, o fikirləri oyadır, o mövzulara qarşı marağı yaradır. Amma özü bilir ki, yaşadığı həyat maraqsız həyatdır, boş həyatdır. Yaxşı. Get-gedə insanın daha bu təxəyyül olur arzusu, amalı, qayəsi, həyatının qibləsi, belə ki, həyatının bütünə çevrilir o günah, büt. Ona görə deyir, elə ki, təxəyyülüvə gəldin ilə, əl-ləzīnə izə həmmu bil-məasi, elə ki, pis fikirlər gəldi, zəkəru əzəməti. Bəzi mənim bəndələrim var, mənim əzəmətimi xatırlayırlar. İlahi əzəməti gətirin gözünün qabağına. İlahi əzəmət. Allahın huzuruna çıxacaqsan. Allahın huzurundasan. Nə gözünün huzurundayam. O əzəmətin qabağındayam. O cəlalın qabağındayam. O qəhharın qabağındayam. Ey Allah. Mövzunu değişin. Elə olanda başqa işlə məşğul olun. Başqa mövzularla fikirləşməyə başlayın. Allahdan lütf istəyin, mərhəmət istəyin, kömək edin inşallah.